Salam. Necəsiz? Mən bugün çox yaxşıyam. Çünki ən yaxın rəfiqəmlə bir gün keçirdəcəyik və bugün də keçirməyimizin əsas səbəblərindən biri onun sabah ad günüdür. Sabah biz görüşə bilmədiyimizə görə bugün görüşürük. Çox sevinçliyəm. Yəni onunla mən hər zaman görüşəndə çox xoşbəxt oluram. Çünki hamıya arzulanacaq bir dostdur. İllərimin dostudur, yaxşı günlərimin dostudur, pis günlərimin dostudur. Bir sözlə hər zaman bir zəng qədər yaxınlığımda olan bir şəxsdir. Onu o qədər çox istəyirəm. Yəni sözlər acizdir onu izah eləməyə. İndi birisi gələcək. Salam. Sən ad kimi biraz tez qeyd eləyək. Qəşəng arzu tut. Bir dənə də arzu tut mənimlə bağlı olsun. Yaxşı. Həmişə var olursun. Mənimlə bağlı nə tutdu? Sənlə bağlı bir ömür bir yerdə Ben seni qıvan olanam açayım. Biz artıq gəlib çatmışıq. Bu restorana illərdir gəlmək istəyirəm. Bir dəfə gəldim, bağlıydı. Amma gəldik elə probka ilə, yolu azdı. Batamdartla mən bayılı səhv salan mən. O probka ilə gəlib çatdıq. Şimdi qəşəng bir məzəqə söyləmişik, göstəririk. Bax bu heykəl idi. Mən illərdir bunun qarşısında şəkil çəkdirmək istəyirdim. Müsahilə səbəblər oldu. Tezlik yeməyə. Saça yaraşır mı? Bir Bakılı olaraq düşbəri ilə başlayıram. İşte bax baxın Bakı düşbəri. Biz də belə xırda-xırda düşürük. Bilsəm, kebab yoxsa xəngəl? Kebab. Təbrik edirəm, Gülsüm. Bizi göstərirdim. Və günün sonuna gəldik. Gəlmişəm Müsahilənin evinə düşürməyə. Müsahilə, gün necə keçdi? Günümüz əla keçdi. Səni həqiqətən çox istəyirəm. Yaxşı ki varımsan. Sən də mənim həyatım. Gör neçə ildir artıq bir-birimizi tanıyırıq. Artıq hər birimiz Keçəcək. Hə. Sağ olun.